Bugün Şərqdə ilk Demokratik Respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosialist demokratlarla birgə Hümmət Təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada İran-ı Nal qəzetinin baş redaktoru kimi çalışıb. Məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də Bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSR-ni tərk edib. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-sında Ankarada dünyasını dəyişib və əsri məzarlığında dəfn edilib. Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar Sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial məişət məsələlərinin həlli haqqında sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncam əsasən respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.